qiyməti 5 manata yaxın olan balıq kokteylini sınayacağıq. Tam fərqli bir şeydir. Bir çıqılda iğrənc görsənir, amma yoxlamağa dəyər. Ben açım. Açdım. Səhv yerdən açırım. Ümumiyyətlə bunu sınamısınızsa yorumlara yazarsınız. 2 dəfə sınayacağım, amma həmişə almaq istəmişəm. Bu 8 ayağın balasını yiyəcəyik. İlk öncə. Dadına baxım, sizə də deyəcəm. Dadı balıq dadı verir. Bir dəqiqə. Böyle bir bunu sınamağa ürəyim gəlmir. Çox ürəyim qalxdı. Yiyəndən sonra balıq iyi bir tər eləyir adamı. İçində belə krab ayaqları da var. Gördüğünüz kimi. Bir de çox yağlı, dəhşət. Bu qəşəngdir. Bunun dadı qəşəngdir. Amma almağa dəyməz, amma qiyməti münasibdir yenə. Alıp sınaya bilərsiniz, fərqli bir şey axtarırsınızsa.